As the world marks the International Day for Mine Awareness, several charities have issued a call for more global action. It's estimated that there could be as many as 10 million landmines spread about in some 64 countries, and possibly around 2 to 5 million more are being laid each year. While Africa is the continent most severely affected by landmines, Europe is hugely impacted too. Belə deyək də, mən Minya düşəndə mənim 23 yaşım var idi və mən çox böyük xəyalları, çox böyük, belə deyək, özünün qarşısında məqsədli olan bir gənc idim, hər bir gənc kimi və mənim Minya düşməm mənim həyatımda əlbəttə ki, çox böyük təsir yaratdı. Belə deyək ki, gənc bir insanın demək, ayağının üstəbəlinin amputasiya olunması Azerbaijan is one of the world's more landmine-affected countries. After decades of conflict, the government of Azerbaijan is actively conducting a program to counter landmines, raise awareness and protect the population. Ərazilərin yenidən qurulması, bərpası zaman aparan bir məsələdir. Buna görə də Anamanı mina təmizlənmə əməliyyatlarının miqyası çox genişləndi. Və mina təmizlənmə əməliyyatları ilk öncə bizim həmin ərazilərdə olan kommunikasiya xətlərinin, yolların, su mənbələrinin, bütün bu infrastrukturun inkişaf etdirilməsi üçün ilk növbədə prioritet olaraq hədəflənmiş bir mina təmizləmə əməliyyatları biz həyata keçirdik. Və mən hər bir şəxsi, belə deyək də, əsasən də minalardan, müharibə gedən ərazilərdə, belə deyək, yaşayan, oran vətəndaş olan şəxslər kimi, onları, belə deyək, mina təhlükəsinin törədə biləcəyi, minanın törədə biləcəyi belə deyək, fəsadları, sonra minalı ərazilərə getməməyə və minalar haqqında daha ətraflı məlumat öyrənməyə çağırır. According to the international campaign to ban landmines, global demining efforts are backsliding, and as peace talks loom in Ukraine, activists have raised awareness that removing the estimated 2 million landmines will be crucial to guaranteeing future security for the country.